Burada sual verirlər ki, qisasla əlaqədar ki, qisas ala bilərsən. Yəni, bunu bəzi qeyri-müsəlmanlar gətirir də ki, bir nəfər əgər yaxını öldürsə, sən bunu qisas ala bilərsən və bu hər yerdə belədirmi? Yəni, bununla şübhə gətirirlər ki, sanki İslam adam öldürməyi qapı açır da, adam öldürməyə. Yox, qisas, bəli, qisas hökmü var İslamda. Necə ki, Allah subhanahu teala buyurur. İnnən nəfsə bil-nəfsi vəl-aynə bil-aynə vəl-ənfə bil-ənfi vəl-udhnə bil-udhni vəl-sinnə bil-sinnə vəl-cüruh qisas. Əl-əyə. Yəni, cana can, gözə göz, dişə diş, qulağa qulaq. Bəli, bu qisasdır. Və lakin bu şəriət dövlətində olur. Bu şəriət dövlətində olur. Belə də ki, istəyir dövlət şəhəri olsun, istər qeyri-şəhəri. Hər dövlətin öz nizamı var. İstəyir xristiyan dövləti olsun, yahudilər olsun, ateist olsun, komünizm olsun, demokrat olsun, İslam olsun, nə olursa olsun, hər dövlətin öz nizamı var. Və elə bir dövlət yoxdur ki, orada cinayət məcəlləsi olmasın. Elə bir şey ola bilər, yəni dövlət olur, orada cinayət məcəlləsi olmaya. Var belə bir dövlət? Yoxdur. Çünki belə bu olmasa, həmin dövlətdə anarxiya olur. Yəni, bir dənə dövlət gətir görək, o dövlətdə məsələn türmə yoxdur, o dövlətdə cinayət məcəlləsi yoxdur. Yox, hələm cinayət məcəlləsini deyirəm. Onda nədir? Yəni, onda elə çıxır ki, bütün dövlətlər vəhşilik üzərində qurulub və ən demokrat bugün dövlətlərdə ölüm hökmü qüvvədədir. Hətta Amerikanın özündə ən demokratik ölkələrdə ölüm hökmü qüvvədədir. Aydındır. Lakin problem nədir? Problem odur ki, məsələn, çox vaxt bunu qisas deyəndə, çox vaxt məsələn, belə şeyləri, o İslamda müəyyən hədd cəzaları ki var, məsələn, oğrunun əlinin kəsməsi, وَالسَّارِقُ وَالسَّارِقَةُ فَقْتَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ Əl-əyə, oğru kişi və qadınların əllərini kəsin. Belə ayələri gətirirlər, dəlil ki, yəni oğrunun əli nə üçün kəsilməlidir, filan peşməkan. Yəni, subhanallah, sən bax, bu hökmün tətbiq olunduğu dövlətə və ya bu hökmün tətbiq olunduğu zamanlara və bu hökmün tətbiq olunmadığı zamanlar və tətbiq olunmadığı dövlətlər, bax, oğurluq hansında daha çoxdur. Ona görə Allah subhanahu teala qisasdan danışanda qisasını adlandırır, həyat. Allah subhanahu teala qisasdan danışanda qisası həyat adlandırır. Qisasda sizin üçün həyat var. Niyə? Bu Quranın ecazıdır. Az kəlmə ilə çox məna verir. Məsələn, bəlağət əhli bu ayəni icaz bölümündə gətirirlər. Ki, Allah subhanahu teala qısa bir şeylə, yəni qisasda sizin üçün həyat var. Orada böyük mənalar var. Sən təsəvvürlə ki, bir ölkədə adam öldürməyə və ya oğurluq etməyə niyyətli olan götüb öldürür, oğurluğunu edir. Bilir ki, yəni 5-6 ay yatacaq və ya ölümdürsə 5-6 il, sonra əf düşə bilər. Hə? Ola bilər 2-3 nəfəri öldürsün, amma 5 ildən sonra çıxsın. Düzdürmü? Rahatdır. Amma o ölkədə ki, insan bilir ki, mən bu oğurluğu etsəm, mənim aqibətim budur. Edir onu. Adətən etmir. Və mən bunu öldürsəm, qisas olaraq məni də öldürəcəklər və bu fikrindən yayınır. Öldürmür. Öldürmədiyinə görə o sağ qalır. Sağ qaldığına görə buna da qisas tətbiq olunmur. Bu da sağ qalır. Hər ikisi də sağ qaldı. Qisasda həyat oldu. Yəni, bir ölkədə tətbiq olunan qisasa görə hər ikisi də sağ qalır. Bu adətən belədir. Çünki insan fitrətini səndən, məndən yaxşı bilən Allahdır. Yəni, səni, məni yaradan Allahdır və Allah subhanahu və teala bilir ki, insan, çünki xuliqal insanu daifə, insan çox zəif yaradılır. İnsan övladı üçün bu qayda qanunlar olmasa, anarxiya olar. Ona görə bu qayda qanunların tətbiq olunduğu ölkələrə bax. Bir də adama deyərlər, məsələn, sən niyə narahatsan? Nə üçün narahatsan? Yəni, məsələn, sən deyirsən ki, oğrunun əli nə üçün kəsilməlidir? Hə? Yəni, sən niyə narahatsan? Oğrunun əli kəsilir də, sənin əlin kəsilmir ki. Mən deyirəm, nə üçün o eləməlidir? Mən onu deyirəm. Niyə narahatsan? Bir də ki, sən nə üçün malı oğurlanandan danışmırsan, oğrunu müdafiə edirsən. Bunları da qoyaq qıraxa.
Həmin o sözü deyən adam var ha. O sözü deyən adam. Belə bir lətif şey danışırlar, hadisə. Ki, bir müəllim tələbə ilə bu şeyin üzərində mübahisə edir. Oğrunun əli kəsmək, qisas və s. vəhşilikdir, filan peşməkan. Müəllim də, tələbə də eyni ilə ona deyir ki, yəni müəllim, siz narahat olmayın, əgər siz oğru deyilsizsə, heç bir narahatçılığa ehtiyac yoxdur da, İslam sənin əlvi kəsməyəcək. İslam sənin evindən oğruyanın əlvi kəsir, sənin haqqını qoruyacaq. Əgər İslam gəlsə, belə eləyəcək. Neysə, üstündən bir müddət keçir, bir həftə, 2 həftə, şagird görür ki, müəllim nəsə bir gün dərsə gəlib, bir neçə gün gəlmir, təbii. Sonra bir qısa fasilədən sonra gəlir, görür ki, qanı qaradır. Yaxınlaşır, hal-əhval alır, soruşur, deyir, nə olub? Müəllim deyir ki, sən demə, 2-3 gün bundan qabaq evinə oğru girib, varını yoxunu talan edib çıxıb. Şagird deyir ki, o oğrunu tutub, sənə versək, təhvil versək, nə edərsən? Bir başını kəsərəm. Deyir, subhanallah, İslamın əl kəsməsi ilə razı deyildir. İndi deyirsən, başını kəsərəm. İslam daha adildir ki, sən zülm elədin. Yəni, o zərbə insanın özünə, insan belədir. O zərbə özünə dəyməyib deyənə rahat danışır. Zərbə özünə dəyəndə elə şeylər deyir ki, o şey adillikdən də çıxır kənara. Aydın oldu? İxlasla.com saytı tərəfindən təqdim olundu.